Bəli, değerli izləyicilər, bugünləri də sərnişinimiz nə ilə məşğuldur abi? Söz sənəti ilə. Söz sənəti ilə. Meyxana sənəti. Adınız necə oldu qardaş? Adım Fərid. Fərid. Familiyam Musayev. Amma təxəllüsüm Sumqayıtçıdır. Fərid Sumqayıt. Fərid Sumqayıt. Bəli. Bəli qardaş. Neçənci ildən məşğulsuz bu sənətlə, söz sənəti ilə? Neçənci ildən hardasa 2015-2016-cı. 2015-2016-cı. Hər işin, hər peşənin çətinliyi olduğu kimi, bu söz sənətinin çətinliyi nədir? Söz sənəti elə bir şeydir ki, qardaşım, yəni Allah vericisidir. İlahi bir vericidir. Yəni bu çətinliyi gətirirəm, ora gətirirəm. Yəni bunu hər insan deyə bilmir, hər insan da öyrənə bilmir. Bu məsəl üçün şoferlikdir, mən sənin yanında oturum, mən öyrənəsən. Mən sənin 1-2 ildə meyxanada nəsə başa salım, sən nə deyə bilmirsən, əgər qanında, canında yoxdursa, yəni o mümkün deyil də bildirir. Hansısa bir usta yanında oturub, o sənətinin peşəsini öyrənə bilərsən. Söz sənəti elə ki, söz sənəti ümumiyyətlə ağır sənətdir. Çətinliyi də ki, hər işin çətinliyi var, bunun da çətinliyi var. Bunun lap çoxdur da. Məsəl üçün səhnənin görünən tərəfi var, görünməyən tərəfi var, bəli. Bunun görünməyən tərəflərində o qədər nüanslar var ki. Sual verək sizə, YouTube'da hansısa bir işiniz var mı? Bəli, bəli, mənim 20-dən çox mahnım var. İzləyicilərimiz nə yazıb axtarsınlar? Fərid Sumqayıt yazanda, belə bir çıxması çıxır da mahnımların meyxana, Allah qapısını açır, Rəşad Dağılan tutulmuş, Dağılan bilsə, hamısına da meyxana demişim. Biri var tanınmayan adam olsun, biri var ki, Şurallarda. Allah verəndən deyil. Yaxşı, belə bir sual verək qardaş. Mesela hansısa bir məclisdəsiniz, Bəli. sizə dəyişmək üçün yerdən qafiyələrdən də mübahisəli qafiyələr heç olurmu? Mübahisəli qafiyə olmuyor, amma belə mübahisəli çevrilən qafiyə olur. Bildiniz də, belə qafiyə veriblər elə. Məclisdə iştirak edənlərlə mi, yoxsa qarşı tərəflə mi? Yox, qarşı elə bir tərəf müqabilin rəqibi deyilik də, indi bizə. Olub da məsəl üçün elə söz deyib ki, söz bilməyib də, yəni mənə yapışar, yoxsa yox. Yəni düzdür, cəmaatın məclisində dava qırığını salmamışıq heç var. Sadəcə çıxandan sonra özümüz yoluna qoymuşuq ki, ya olmazsa belə şeylər. Ümumiyyətlə bizim söz sənətində, yəni əvvəllər olub da görürsən, xoşa gəlməyən sözlərlə, yəni meyxanalar olub, amma bizdə şükür Allah'a olmayıb. Bundan da sonra bizim bu qədər şəhidlərimiz var, Allah hamısına rəhmət eləsin. Allah rəhmət eləsin. Amin inşallah. Yəni biz şəhidlərimizdən, qazilərimizdən, dövlətimizdən, xeyirli şeylərdən deyirik də. İndi qardaş, bir çox izləyicilər üçün maraqlı olan suallardan biri də odur ki, toya dəvət alanda kollektiv mi gedirsiniz, yoxsa tək? Elə məclis olur ki, toy olur ki, məsəl üçün məndə həm mahnılar da var da, yəni tək meyxana deyil. Elə məclis olur ki, deyirlər ki, gəlin bir iki dənə mahnılardan oxuyun. Elə məclis olur ki, meyxana deməyə. Meyxana deməyəndə də elə olur ki, deyirlər ki, məsəl üçün 5 nəfər biz atlayın adam çağırmışıq, 1 nəfər sən istəyirik. Elə məclis olur ki, deyirlər ki, özüm məsləhət bilən qardaşlardan kim var, 3-4 nəfər məsəl üçün. Belə olur. İndi Şahid, belə bir sual. Buyur. Sırf meyxana sənətinə gəlmək üçün siz bayaq dediyiniz kimi aula vergisi mi olmalıdır və ya bu işin üstünə düşsəm, hərəkət eləsə, kitablarla mı, sonra hansı bir meyxana deyanların yanına getməklə mi alınır böyle yoxsa? Yox, o bir sən necədir qardaşım, o alınlar elə. Prosta biri var həvəskar, yəni sən o həvəskar kimi deyə bilərsin. Amma sənətkar kimi yoxdur, o fitri istedad var. O istər-istəməz, məsəl üçün sən o kitablardan deyirsən, məsəl üçün belə öyrənsən, o fitri istedadı olan insanda deyəndə, səndə deyəndə o fərq olsa bilinəcək ki, bu uşaq birində məsəl üçün baxan kimi ki, bu anadan gəlmə bunda var, amma bu birisində yoxdur. Şahid, mən özüm proqramçı işləmişəm, kanalım bundan əvvəl proqram kanalı idi və proqram işləri paylaşırdım. Son 6-7 gündür telefon dəyişdim, kanalımın adını dəyişdim Taksi Bako və taksidən istifadə edən sərnişinlərlə diyalog açırıq və o videonu paylaşırıq.
Bu videonu paylaşmaktan ötürü icazə verirsinizmi? Əlbəttə, əlbəttə sizə də uğurlar arzulayıram. Bir dənə var ki, sizə də xoş oldu. Hə, sizə də öz yolunuzda, işinizdə uğurlar. Allah sizə razı olsun. Sizə uğurlar versin. Çox sağ olun. Allah razı olsun. Əziz dostlar, kanalımıza abunə olmağı unutmayın.